Bu maskadan sonra yoldaşınız 10 yaş qocalacaq, siz isə 10 yaş cavanlaşacaqsınız. Bu maskanı səhər edib yoldaşınızı bu cür doğrulsanız, effekti daha yaxşı olacaq. Bunun üçün bizə yumurtanın ağı lazım olacaq. Üstünə 1 çay qaşığı kofe əlavə edirik. Yaxşıca qarışdırıb üzümüzə sürtürük. Sonra salfeti götürüb hissə-hissə üzümüzə yapışdırırıq və 15-20 dəqiqə gözləyirik ki, maska tam üzümüzdə qurusun. Maska quruyandan sonra çalışın onu üzünüzdən qopardın. Qoparda bilməsəz də heç nə olmaz. Sizi sevən insan sizi hər halınızda sevməlidir. Sizi görünüşünüzə görə yox, qəlbinizə görə sevməlidir. Maskanı qoparda bilsəz, görəcəksiniz ki, üz-dəriniz necə gərgin, parlaq, sıx və təmiz olur. Bu maska xırda qırışları açır, məsamələri təmizləyir və sıxlaşdırır. Maskaların çoxu üzdə tüklənməni çoxaldır. Ona görə hər maskadan sonra mən üzümə tüklənməni götürən qarışqa yağını vururam. Linkini storydə paylaşacağam. Bu kremin tərkibində isə bütün TikToku ayağa qaldıran həmin o volifilin var. Tədqiqatlar nəticəsində məlum olub ki, volifilin dərialtı pi qatını çoxaldır. Yəni dolğu effekti verir, xırda qırışları doldurur. Linki həmişəki kimi storydə.